Kanalımıza müraciət edən Cəlilabad rayon Maşlıq kənd sakinləri 75 yaşlı Şahbazov Balabəy Almasoğlu və 74 yaşlı Zeynalova Nazdıbəyim Rüstəm qızı bildirdilər ki, banklar kredit və zaminlik münasibətində risklərin qiymətləndirilməsi prinsiplərinə əməl etməyərək onları bir neçə şəxsə zamin götürərək ölüm və ağır xəstəlik risklərini nəzərə almamışdır. Banklar qanunsuzluq edərək zaminlik müqaviləsinin vaxtını artırmış, onları Şirvan Kommersiya Məhkəməsinə verərək, məhkəmə qərarı əsasında onların yeganə gəliri olan pensiyalarından hər ay zaminliyə görə pul tutulur. Salam hörmətli izləyicilər. Cənab Prezidentimizin ictimai nəzarətini müstəqil həyata keçirən Kanal 10 təsisçi direktoru Hidayət Ağayevdir. Hörmətli izləyicilər, biz Cəlilabad rayon Maşlıq kənd sakinlərinin şikayəti əsasında gəlmişik. Dinləyək görək, vətəndaşların şikayəti nədən ibarətdir? Xala, özü təqdim elə. Zeynalov Nazdıbəyim Rüstəm qızı. Nədir şikayətiniz xala? Şikayətim budur ki, gəldi mənə dedi ki, gedək o dənədir, borç çəkmək. Dedim o dənədir, mənim yaşım düşmür axı. Neçə yaşınız var xala? 74. 74 yaşınız var. 74 yaşım. Aha. Ha. Mənə düşmür axı. Dedi, sənin işin yoxdur, gəl gedək. Çək olun, çəkət deyilmişəm, çəkəcək. Bu arada çəkət. Ha, belə. O belə olub getmişəm. Yəni nə qədər pul götürmürsünüz zaminliyə? 30 mindir, 20 mindir. 30 min bir adama zamindırmısınız, 20 min də digər adama zamindırmısınız. 20 min birinə, 30 min birinə. Hə. Yəni Balabəy əmi ilə? Balabəylə getmişəm, Balabəylə də durmuşam zamin. Ha. Yəni demək istəyirsiniz ki, bank sizin ölüm riskinizi üzr istəyirəm, yəni nəzərə almadı. 65 yaşına kimi pul verdiyi halda sizə 75 yaşınız var, sizə pul verib. Yəni bununla bağlı kimə müraciət eləmək istəyirsiniz? Mərkəzi bankın müdürünə xahiş edirəm. O da mənim pensiyamı kəsiblər, para 200 manat çıxırlar. Mən xəstə adamam, yorğan döşək möhtacıyam, gəlib görə də bilərsiniz. Xahiş edirəm sizdən, artıq dərəcədə mənim pulumu kəsməyin. Həm özü təqdim elə. Şahbazov Balabəy Almazoğlu. Nədir şikayətin? Mənim şikayətim Tramvaydan pul yemişəm 8 min. Onu ödəyə bilmirəm, çatdıra bilmirəm. Mən ödəyə bilmədiyim halda başqa bankada pul götürürlər, mənim adıma faiz çıxırlar. Əlavə olaraq akseslər mənim yaşadığıma baxmadı. Mənə əlavə zaminlığa yazdı. Nə qədər zaminliyə yazıb əmi? 20 min pula. 20 min zaminliyə əlavə, Akses Bank əlavə sizi 20 min də zaminliyə yazıb. Bəli, 20 min də zaminliğa yazdı. Akseslər məni 32 min pula faizin çıxmaq üçün yazdı, faiz ödəyəcəm o faizi. Heç mənim yaşadığıma da baxmadılar. Ondan sonra... Yəni belə başa düşdüm ki, 8 min Trump Bank sizdən sizə pul verib, 20 min də Akses Bank əlavə zaminliyə yazıb və 32 min də əlavə başqa şəxslər zamin yazıb. Prosən dediyin kimi deyir, zaminliyə yazıb. Yaxşı, mən bunun hansını ödəyim mən? Bununla görə deyir, hardan da pulu alacaq, bunu zamin ödəyəcək. Ona görə bank işçiləri çox hegemonluq edir. Cəmi cümlədən 4 manat pensiyalarla neçə yerə mən zamin durmuşam, onu ödəyə bildim. Yəni sizin pensiyonuzdan tutulurlar? Bəli, mən pensiyonu tutulur. Bununla bağlı kimə müraciət eləmək istəyirsiniz? Mən müraciət eləmək istəyirəm, Mərkəzi Bankın direktoruna işə son qoysun ki, yəni bank işləri baxsın da kimin... Yəni bu qanunsuzluğa son qoysun. Bu qanunsuzluğa son qoysun, bəli. Alo, Akses Bankın əməkdaşı Rəşad müəllimdir. Bəli. Rəşad müəllim, sizi narahat eləyən Kanal 10 televiziyasının rəhbəri Hidayət Ağayevdir. Demək, bizim kanalımıza müraciət edən Cəlilabad rayon Maşlıq kənd sakinləri Zeynalov Nazdıbəyim Rüstəm qızı, bir də Şahbazov Balabəy Almazoğlu. Üzr istəyirəm, bu əvvəldən deyim ki, sizin səs yazılarınız yazılacağı ki, bu müraciətlə bağlı bir sualım var. Xahiş edirəm, mənim imkan varsa, yəni cavablandırasınız. Bunlar sizin bankdan 76 yaşı birinindir, yəni Nazdıbəyimin 74 yaşı var. Şahbazov Balabəyin də 76 yaşı var. Siz onunla bağlı istəyirəm açıqlama verəsiniz. Zaminliklə bağlı siz onu götürmüsünüz zaminliyə. Bank bunun ölüm riskini zaten nəzərə almadı. Müəllim, onun bankın daxili prosedurları var. Daxili prosedura əsasən biz onu zamin götürə bilirik. Yəni o yaşa baxmadan. Bank hansı ki 65 yaşında
olan şəxsdən yuxarı vermir pensiya. Bizim 75 yaşımız var. Necə olur ki, bank ölüm riskində öz maliyyə riskini nəzərə alınmır? Odur məqsədimiz. Mən belə baxanda bank 10.000 manata qədər indi zaminsiz də kredit, o daxili ifrası, yəni onun da riski nəzərə alır o krediti verəndə. İndi o riski azaldmaq üçün düz deyirsiniz. İndi hal-hazırda o vaxt hasan idi, hasan kredit götürülmüşdü. 2023-cü ildə götürüblər müəllim. Elə bir vaxtda, çox vaxtı. 2 il əvvəlki prosedur mənim yadımda deyil də, bizdə daxili memorandumlar gəlir. Deyir ki, bunu belə eləyin, bunu belə eləyin, bunu belə eləyin ya belə eləyin. Hər elə bil öz zamanın öz hökmü var da, bankda daxili memorandumlar çıxır ona görə. Hidayət Ağayev, İlham Seyfiyev, Fərid Ağayev, Kanal 10 televiziyası Cəllabad.